At yarışı sevənlər bu dəfə də Bərdənin Nazırlı kəndində toplaşıb. Çaparlar 8 məsafə və yaş qrupu üzrə ən güclüləri müəyyən etmək üçün mübarizəyə hazırlanıb. Yorğa atlar ata-babalarımızın silahdaşı, yol yoldaşı olublar. Bugün də atçılığa insanların xüsusi marağı var. Xüsusilə gənclər arasında at çapmağa və yarışlarda iştirak etməyə maraq daha da çoxdur. Yarışa start verilir. Hamı finişə birinci çatmağa hazırlaşır. Azərbaycan yorğa atları üzrə region kubok yarışına ölkəmizin bütün bölgələrindən çaparlar qatılıb. Start xəttindən finişə çatana qədər çaparların diqqət etməli olduqları xüsusi məqamlar var. Atın qaçışını sabit saxlamalı, yorğa qaçış pozulmamalıdır. Hətta bu hal müəyyən edilən saydan çox pozularsa, at yarışdan xaric edilə bilər. Quliyev Tural, Şirzadoğlu, Atbaz. Bugünkü gün 25 aprel yarışı təşkil edən qardaşımızı Abbasov Nəbini təşəkkür edirik. Belə gözəl layihə keçirdiyi üçün, Respublika səviyyəsində bir yarış keçirdiyi üçün, ədalətli, gözəl bir yarış elədiyi üçün, bu yolda çəkdiyi əziyyətə görə ona dərin təşəkkürümüzü bildiririk. Bütün yarış iştirakçılarını hamısını ürəkdən təbrik edirik. Qalibləri də təbrik edirik. Yenilənləri də yenə də ruhdan düşməsinlər. Gələcək yarışlarda hamısına uğurlar arzu edirik. İnşallah yarışlarımız Güc birlikdədir. Bəli, yorğaçılığın inkişafı üçün əziyyəti çəkən olan hər bir kəsə təşəkkürümüzü bildiririk. Qardaş, təbrik edirik. Əziyyət çəkmişsən. 50-yə yaxın idmançının mübarizə apardığı yarışda müxtəlif nominasiya üzrə 8 nəfər birinci yerin qalibi seçildi. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə. Düzündə at oynadasan, qaqam.